Doktor, əməliyyatdan öncə pasientlər əməliyyata necə hazırlaşmalıdırlar? Əməliyyatdan öncəki dövrdə xəstələr mütləq əməliyyata hazırlıq dövrü keçir. Bu da qidalanma və bağırsaq təmizliyi çox önəmlidir. Biz çalışırıq əməliyyatdan öncəki gün saat 4-dən sonra xəstələrin qidalanmasını kəsək və xəstələrə bağırsaq təmizləyici dərmanlar verək. Lakin bəzən xəstələr bundan imtina etdiyinə görə biz həmin günü, əməliyyat günü xəstələri imalə edib bağırsağını da təmizləyə bilirik. Əməliyyatdan əvvəl xüsusi analizlər verilməlidirmi? Mütləq əməliyyatdan qabaq xüsusi analizlər verilib, xəstənin ürəyi, ağciyərləri, qanda olan infeksiyaları, qan azlığı falan yoxlanmalıdır. Əməliyyatdan sonra neçə günə sağalacağam? Əməliyyatdan sonra neçə günə sağalacağam sualı biraz nisbi sualdır. Bu əməliyyatın növündən, əməliyyatın gedişindən asılı olaraq dəyişə bilir. Əməliyyatdan qorxanlar üçün əməliyyatdan başqa yolu varmı? Əlbəttə, əməliyyatdan qorxanlar üçün əməliyyatdan başqa yolu var, amma ki, xəstələr bunu o səviyyəyə gətirib çıxarmayıblarsa. Əgər xəstədə artıq əməliyyata göstərişdirsə, istəyir gedib hər yerdən ən yaxşı dərmanları, ən bahalı dərmanları alsın, xəstə sağalmayacaq. Buna artıq əməliyyat lazımdır. Bəs əməliyyatdan öncə müayinə necə aparılır? Müayinələr ağrılı olurmu? Əməliyyatdan öncə müayinələr, bizdə babasil əməliyyatı olarsa, mütləq əgər xəstə qanaxma şikayətinə gəlsə, biz mütləq əməliyyatdan öncə kolonoskopi müayinəsi istəyirik. Kolonoskopi müayinəsi də müasir dövrümüzdə artıq narkozla olunan bir müayinədir. Yəni xəstə heç bir ağrı hiss etmir. Buna görə də ağrılı bir müayinə deyil.